Salam. Sən yəqin ki, düz 21-ci turdan bəri bu maçın baş tutmasını gözləyirsən, hə? Hə, yəni çox böyük ehtimalla. Deməli, bugünkü dərin təhlilimizdə biz məhz bugün, yəni 30 apreldə baş tutacaq o məşhur maçı incələyirik. Əlimizdə rəsmi oyun cədvəlləri və taktiki hesabatlar var. Aha, və bu sıradan bir həftə sonu oyunu deyil axı. Qətiyyən. Bu, misli Premyer Liqasının təxirə salınmış o böyük oyunudur. Neftçi və Qarabağ nəhayət ki, üz-üzə gəlir. Özü də saat 20:00-da Palm Sports Arenada. Yəni, mən buna həmişə şeyə bənzədirəm. Bilirsən, tələbəlik illərində hamı imtahanı bitirir, sən tək başına auditoriyada qalıb ən çətin fəndən imtahan verirsən. Digər komandaların oyunları yoxdur. Bəli, bütün gözlər ancaq səndədir. Tamamilə. Bəs səncə, təqvimdən qoparılmış bir oyunun məhz indi, yəni tək başına oynanılması komandaların o daxili mexanizmlərini necə dəyişir? Aşılı ən böyük dəyişiklik o fizikli və psixoloji bərpa siklinin qırılmasındadır. Yəni, standart qrafikdə necə olur? Komandalar enerjilərini müəyyən bir ritmə salırlar da. Maç sonra bərpa, yüngül məşq, yenə maç. Ay sağ ol. Lakin 21-ci turun məhz bugünə salınması o deməkdir ki, komandalar paralel olaraq başqa heç bir rəqibi hesablamırlar. Hədəf sadəcə budur. Bəli, diqqət 100% eyni hədəfə kilitlənir. Taktiki cəhətdən bu əslində olduqca təhlükəlidir. Çünki xal itkisi risklidir. Düzdür. Xal itkisini növbəti maçlarda kompensasiya etmək kimi standart o strategiya burada işləmir. Nəticədə ehtiyatlıq, belə kəşfiyyat xarakterli bir ilk hissə əvəzinə biz hər iki tərəfin dərhal yüksək presinqə başladığını görə bilərik. Yəni normadan daha aqressiv bir oyun gözləyirik. Məhz elə onu demək istəyirəm. Bax, sən yalnız oyunçuların üzərindəki təzyiqdən danışırsan, komandalardan danışırsan, amma məncə reallıq budur ki, bu təzyiq qazanının içində ən böyük yük heç də futbolçularda deyil. Aha, başqalarındadır, hə? Bəli, bütün diqqətin onlarda olduğu belə hiperfokuslanmış və bəlkə də normadan artıq aqressivləşmiş 22 nəfəri meydanda idarə etmək lazımdır axı. Yəni, əsl sınaq o nizamı qorumalı olan hakimlərindir. Düzdür, mənbələrimiz də yalnız taktiki analizlərlə kifayətlənmir, həm də bu yükü kimin daşıyacağına xüsusi diqqət yetirir. Belə bir izolyasiya olunmuş, yüksək gərginlikli maçı tək bir nəfər idarə edə bilməz. Baş hakimimiz Kamran bəy Rəhimovdur, səhv etmirəmsə. Bəli, meydanda baş hakim kimi Kamran bəy Rəhimovu görəcəyik, lakin sənin qeyd etdiyin o aqressiv pressing zamanı milimetrlik ofsayd tələlərini qaçırmamaq çox çətindir. Xırda qayda pozuntuları da həmçinin. Ay sağ ol. Bunların nəzarətdə saxlamaq üçün Rəhman İmami, Müslim Əliyev və Rəşad Əhmədovdan ibarət o dördlü briqada tam sinxron işləməlidir. Saliyəli ünsiyyət lazımdır onlara. Tamamilə. Emosiyalar o pik həddə çatanda oyunun xaosla nəticələnməməsi məhz bu dördlülüyün bir-biri ilə qərarlarından asılı olacaq. Deməli, qısaca ümumiləşdirsək, sən bu axşam saat 20:00-da Palm Sports Arenada sadəcə Neftçi və Qarabağ maçına baxmayacaqsan. Həm də o təxirə salınmış qrafikin yaratdığı fiziki sınağı görəcəksən. Və əlbəttə ki, Kamran bəy Rəhimovun briqadasının bu gərginliyi necə idarə etdiyinə şahidlik edəcəksən. Məsləhətim odur ki, diqqətlərini yalnız topa deyil, komandaların ilk 15 dəqiqədəki aqressiyasına yönəltsinlər və hakimlərin o tempi necə dizginlədiyinə. O zaman oyunun əsl dərinliyi açılacaq. Bəli, məhz o zaman. Əla, yekunlaşdırmadan əvvəl gəl mən sənə düşünmək üçün tamamilə fərqli bir sual verim. Buyur, maraqlıdır. Təxirə salınmış belə bir bonus maçda qazanılan qələbə turnir cədvəlindəki adi 3 xaldan fərqlidirmi? Yəni, psixoloji cəhətdən? Bəli, çünki bu axşam qazanılan xallar liqadakı digər rəqiblərin sadəcə ekran arxasından izlədiyi bir vaxtda əldə edilir. Səncə hər kəsin dincəldiyi vaxtda bu tək başına qazanılmış qələbənin yaratdığı psixoloji momentum mövsümün qalan hissəsində digər komandaları necə sındıra bilər? Çox ciddi təsir edə bilər. Məncə də bu axşam saat 8-də matça baxarkən məhz bu gecikmiş gərginliyi amilini də mütləq xatirində saxla. Müzakirəmiz hələ bitməyib. Meydanda görüşərik.